Salam dostlar. Bilirsiniz, bəzən ən böyük dəyişikliklər, ən güclü hekayələr elə bir-iki sadə cümlədən başlayır. Bugün biz sükutun necə əsl gücə çevrildiyini anladan qısa, amma inanılmaz dərəcədə təsirli bir mətnə baxacağıq. Bəlkə də bu, hər birimizin hekayəsinin bir parçasıdır. Hər şey məhz bax bu cümlə ilə başlayır. Bu sadəcə sözlər deyil. Bu, elə bil ki, saysız-hesabsız insanın içində daşıdığı bir ağırlığın, bir tərəddüdün etirafıdır. Bu his yəqin ki, çoxumuza tanış gəlir. Bir fikri deməyə çəkinmək, o ilk addımı atmağa cəsarət etməmək. Yaxşı, bəs bu sükut anları bizi harada saxlayır? Gəlin, hekayənin başladığı o durğunluq nöqtəsinə birlikdə baxaq. Deməli, ilk mərhələmiz sükutun gözləməsi. Bu sadəcə hərəkətsizlik deyil, bu həm də o məşhur doğru anı gözləmək tələsidir. Hekayəmizin qəhrəmanı da deyəsən elə bu tələyə düşüb. Yəqin bu səsi hamımız tanıyırıq, elə deyilmi? O içimizdəki səs deyir ki, hələ hazır deyilsən, biraz da gözlə. Sanki bizi qorumağa çalışır, amma əslində bizi olduğumuz yerdə dondurur. Yaxşı, bəs bu sonsuz gözləməyin axırı nə olur? Riyazi olaraq nəticəsi nədir? Cavab budur. Böyük bir sıfır. Bəli, gözləməklə keçən günlərin, ayların, bəlkə də illərin sonunda əldə edilən dəyişiklik tam olaraq sıfıra bərabərdir. Və baxın, burada ilk acı, amma çox vacib bir həqiqətlə üz-üzə qalırıq. Dəyişiklik qapını döyüb gələn bir şey deyil. Onu sadəcə pasiv şəkildə gözləmək, həyatının tamaşaçısı olmaq kimidir. Əsl dəyişiklik isə bir qərarla başlayır. Hərəkətə keçmək qərarı ilə. Yaxşı, bəs bu durğunluğunu necə qırmaq olar? Gəldik ikinci mərhələyə. İcazəsiz başlanğıc. Bax, bu hekayədə hər şeyin dəyişdiyi o dönüş nöqtəsidir. O qığılcım, o alavlanma anı. Və o qığılcım məhz budur. Bu fikir, inanın, bütün oyunun qaydalarını dəyişir. Özünə inam, kimsənin bizə verdiyi bir hədiyyə deyil, bizim özümüzün verdiyi bir qərardır. Yəni, o yaşıl işığı heç kim yandırmayacaq. O icazəni ancaq və ancaq özümüzə biz verə bilərik. Baxın, əslində zehniyyətdəki dəyişiklik bu qədər bəsitdir. Sanki sürücü kreslosunda oturub kiminsə gəlib maşını işə salmasını gözləmək əvəzinə, açarı özün çevirirsən. Gözləməyi dayandırıb, hərəkətə keçirsən. Vəssalam. Yaxşı, hərəkətə keçdik. Bəs sonra, bu o deməkdir ki, hər şey mükəmməl olacaq? Əlbəttə yox. Və gəldik üçüncü mərhələyə. Səhvlərlə irəli. Çünki irəliyə atılan hər addım özü ilə səhv etmək riskini də gətirir. Əsas məsələ səhvsiz olmaq yox, səhvlərə rəğmən irəliləməyə davam etməkdir. Bir anlıq bu addımların sadəliyinə fikir verin. Danışmağa başladım, addım attım. Bunlar dünyanı yerindən oynadan hərəkətlər deyil, hə? Bunlar sadəcə sükutu pozan ilk pıçıltıdır, durğunluq qıran ilk kiçik bir tərpənişdir. Amma unutmayın, ən böyük dəyişikliklər məhz belə kiçik təkanlarla başlayır. Və bax bu cümlə bəlkə də bütün hekayənin ürəyidir. Səhv etdim, amma geri çəkilmədim. Səhvlər yolun sonu deyil, dostlar. Səhvlər yolun özüdür. Əsl güc yıxılmamaqda deyil. Əsl güc yıxılandan sonra ayağa qalxıb yola davam etməkdədir. Bütün bu proses, bu səhvlər, bu addımlar bizi gətirir dördüncü və bəlkə də ən vacib mərhələyə, özgüvənin əsl mənası. Bu məqamda mətn hamımızın bildiyini zənn etdiyimiz bir anlayışı, necə deyərlər, alt-üst edir. Yaxşı, bəs biz özgüvən haqqında səhv düşünürüksə, onun əsl mənası nədir? Bilirsiniz, çox vaxt bizə deyirlər ki, özgüvən səs-küylü olmaqdır, daim diqqət mərkəzində olmaqdır. Amma bu mətn bizə daha dərin, daha fərqli bir şey deyir. Əsl özgüvən başqalarının nə dediyindən, nə düşündüyündən asılı olmayaraq, sakitcə öz yolunda, öz prinsiplərinlə qalmaqdır. Bu, xalicə yönəlmiş bir şou yox, içəridən gələn bir gücdür. Və beləliklə, bu daxili səyahətin sonuna onun ən güclü nəticəsinə gəlib çatırıq. Bəs yaxşı, insanın özünə olan bu sakit inamı ətrafdakılara necə təsir edir? Və səyahətin sonunda çox maraqlı bir nəticəyə gəlib çıxırıq. Hər şey sizin daxilinizdəki o sakit inamla başlayır. Siz özünüzə, öz yolunuza, hətta səhvlərinizə rəğmən öz qərarlarınıza inandığınız zaman, bax, məhz onda başqaları da sizə inanmağa başlayır. Bu, sanki zəncirvari bir reaksiyadır. Sizin o səmimi özgüvəniniz başqaları üçün bir mayaka çevrilir, bir ilham mənbəyi olur və bu inam sanki bir virus kimi onlara da sirayət edir. Gördüyünüz kimi bu kiçik mətin sükutla başlayıb böyük bir təsir gücü ilə bitdi. Bir gözləmə hekayəsi, bir hərəkət hekayəsinə çevrildi.
İndi isə